vaxtınız xeyir. Dərindən söhbətlərin artıq 3-cü buraxılışındayıq. Bu gün çox maraqlı mövzumuz və çox maraqlı və peşəkar qonağımız var. Bugünkü mövzumuz nə olacaq? Əlbəttə bir çoxlarınız üçün maraqlı olan mövzu. Aytən Mirzəliyeva ilə biz bu gün kosmetoloji trendlərdən, kosmetoloji prosedurlardan, gözəllik və baxım sirlərindən və bunun kimi bir çox mövzuda müzakirələr edəcəyik. Elə isə gəlin başlayaq. Aytən xanım, salam, necəsiz? Salam, hər vaxtınız xeyir olsun. Yaxşı olasınız. Mən də yaxşıyam və sizə gözəl günlər diləyirəm. Çox sağ olun. Gözəl və sağlam olasınız. Siz də həmçinin. Təşəkkür edirəm. Aytən xanım, bizi biraz özünüzü tanıda bilərsinizmi? 22 ildir artıq bu sahədə çalışıram. Tarixçəm lap uşaqlıqdan həkimliyə olan sevgidən başlayıb. Bu sevgi anamın təkidi ilə yəqin ki olub. Mənə elə gəlir ki, o mənə laylay əvəzinə qulağıma sən həkim olacaqsan hər zaman söyləyib. Azərbaycan Tibb Universitetini bitirdikdə həkim cərrah kimi çalışmağa başladım. Amma nəsə bir daxili bir səs hər zaman məni başqa istiqamətə yönəldirdi. Gözəllik aludəçisi olduğumdanmı, sağlamlıqla gözəlliyi bir-birinə kombinasiya edib ortaya gözəl bir əsər çıxartmaqmı? Bəlkə bu ideyalar, bu istəklər, bu daxili səs məni yavaş-yavaş bu yola gətirdi. Estetikaya 2003-cü ildən başladım və artıq 22 ildir ki, bu sahədə çalışıram. Və çox sevinirəm ki, bu sahəni seçmiş oldum, çünki hər gün bu sahəyə, bu işimə, bu peşəmə aşiq oluram. Aytən xanım, mənim üçün çox maraqlıdır ki, siz bu yolda sizə motivasiya verən nə idi? Motivasiya verən qüvvələr çoxdur. Təbii ki, 2000-ci illərdə bu sahəyə keçəndə çox tənqidlər alırdım. Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib, cərrahiyyə ixtisasına yiyələnən bir şəxsin kosmetologiyaya keçməsi bir çox insanlarda tərəddüd yaradırdı. Və hər kəs üçün kosmetologiya yalnız sızanaq və sızanaqların sıxılması kimi təsəvvür edilirdi. Amma 22 il sonra artıq kosmetologiyanın nə qədər vacib və tibbi elm olduğunu anlayanda başa düşürəm ki, doğrudan da yolumu düz seçmişəm. Motivasiya edən təbii ki, ilk öncə ailə. İkinci, ətrafımdakı insanlar. Mənə inamlı olan pasiyentlər. Bugün də elə pasiyentlərim var ki, artıq 22 ildir mənimlə birgədirlər. Və bugün onların mənə inanmağı çox sadə bir şeydir, çox adi bir şeydir. Ən böyük qəhrəmanlıq onların mənə məhz o illərdə inanmağı idi. Və mən bugün o pasiyentlərin inamını çox böyük dəyərləndirirəm və mənə qürur vericidir ki, onlar illərlə, bütün bu illəri mənimlə keçib və bu günlərə gəlib çatmışıq sağlam və gözəl şəkildə və bu da elə motivasiyanın ən böyük amillərindən biridir. Aytən xanım, hal-hazırda hər yerdə demək olar ki, kosmetoloji prosedurlar çox dəbdədir. Mənim üçün çox maraqlıdır ki, günümüzün ən məşhur proseduru hansıdır? Bilirsiniz, çox qəliz bir sualdır və sizin bu sual trendə uyğun bir sualdır. Populyar prosedur yoxdur. Çünki kosmetologiya akademik tibbin bir sahəsidir. Siz məsələn populyar bir xəstəlik deyə bilmərsiniz. Estetikada da populyar prosedur yoxdur. Ehtiyaca görə tətbiq olunan hər hansısa bir müalicə növü ola bilər. Amma təbii ki, bəzi top prosedurlar var, hansılar ki, hər zaman, hər dövrlərdə onlar populyar olacaqlar. Çünki bizim dərimiz bir neçə qatdan ibarətdir və hər bir qata təsir edə biləcək müalicə növləri nə ehtiyac duyulacaq hər zaman. Bunlardan ən populyarı hər zaman olacaq botulino terapiya. Hər birimizin botoks kimi təqdim etdiyimiz prosedur. İkinci
populyar olacaq gialurun turşusu molekulu ilə bağlı olan müalicə üsulları. Bu ola bilər həm biorevitalizasiya, həm də ki dolğular. Üçüncü populyar təbii ki, hər zaman dərimiz açıqdadır. Bütün bədənimiz biz libasla örtürük, amma üzdə, əllərdə dərimiz hər zaman çılpaqdır. Dərinin üst qatını yeniləmək üçün peelinglər populyar olacaq. Populyar təbii ki olacaq kollagen stimulyasiya edici prosedurlar. Yəni bu prosedurları saysaq hər biri özünə görə özünün populyarlığı var. Amma trendlərə üz tutsaq, təbii ki, trendlər tam fərqli bir söhbət mövzusudur. Aytən xanım, sizcə kosmetologiyanın bu qədər populyarlaşmasının arxasında səbəb nədir? Məsələn, mən yadımdadır ki, uşaq olarkən hər kəs üçün əlçatan deyildi kosmetoloji prosedur etmək. Hal-hazırda isə yaşından, statusundan fərqli olmayaraq, demək olar ki, hər kəs, həm xanım, həm də bəylərimiz artıq cüzi də olsa kosmetoloji prosedurlar edirlər. Sizcə bunun arxasında yatan ən böyük səbəb hansıdır? Çox gözəl mövzuya toxundunuz. Doğrudan da 2000-ci illərdə bu sahədə ilk addımlarımı atanda estetikanın xidmətlərindən belə deyək, istifadə edən şəxslərin sayı az idi. Bu gün isə hər kəs nəsə bir prosedur etməyə çalışır. Bunu təbii ki, ilk öncə iqtisadi olaraq əlçatan olmaq etməsidir bu sahəni. İkinci isə yəqin ki, sosial medianın, sosial platformaların çox agitasiya aparmasıdır və hər bir influencerın, hər bir blogerin, çox məşhur insanların bu xidmətlərdən istifadə etməsi insanları da bu sahəyə marağını çox artırır. Bu həm çox faydalıdır, həm də bir qədər çox zərər vericidir. Nəyə görə? Ehtiyacı olub olmayanlar öz xarici görünüşündə dəyişikliklər etməyə çalışır. Amma təbii ki, gözəl görünmək, baxımlı olmaq çox gözəl bir haldır. Əlbəttə. Aytən xanım, ölkəmizdəki xanımların bir çoxu kosmetoloji prosedurlar edirlər və biz zamanla görürük ki, demək olar ki, hər kəs bir-birinə bənzəməyə başlayır. Və ya sosial mediada baxırıq, storylərə, reelslərə, görürük ki, bu blogerlər olsun, tanınmışlar və ya adi sıradan vətəndaşlar olsun, artıq hamıda demək olar ki, bir-birinə bir bənzərlik var və bu əslində insanı məyus edir. Çünki biz öz xüsusiyyətlərimizi itirməyə başlayırıq. Siz kosmetoloq olaraq nəyi məsləhət görərsiniz ki, biz öz daxili gözəlliyimizi də həm qoruyaq, həm də xaricdən bu bizə özəl olan, bizə xüsusilik qatan bu gözəlliyimizi qoruyub saxlayaq, həm də gözəlləşək? Ağrılı mövzulardan birinə toxundunuz. Çünki son zamanlar həm mediada, həm cəmiyyətdə, hər hansısa bir toplantıda, hər hansısa bir şadlıyana bir tədbirlərdə görürsən ki, insanlar çoxu bir-birinə bənzəyirlər. Hətta çox kontentlər olur sosial platformada görürsən ki, iki məşhur nə qədər bir-birinə bənzərdilər. Bu əslində çox ağrılı bir mövzudur. Bu insanın individuallığının şəxsi xüsusiyyətlərinin itirilməsinə gətirib çıxarır. Bu onu göstərir ki, estetika artıq homogenləşir. Artıq mütəxəssisin professionalizmi haqqında məlumat vermir. Professionalizm onu göstərir ki, şəxsin fərdi xassiyələrini, xüsusiyyətlərini saxlayaraq onun çox gözəl elementlərini ortaya çıxartmaqdır. Belədir, gözəlliyinə gözəllik. Bəli, professionalizm məncə hər kəsi bir-birinə oxşatmaq deyil. Professionalizm fərdin xüsusiyyətlərini, xassiyələrini üzə çıxartmağı bacarmaqdır. Məsələn, bir şəxsin gözəl üzündə hər hansısa bir hissəsi çox gözəldirsə, buna akcent vermək lazımdır. Əksinə onu
kimlərəsə oxşatmaq lazım deyil. Bir daha söyləmək istəyirəm. Estetika belə deyə undetectable olmalıdır. Yəni çox nəzərə çarpmadan incə toxunuşlarla, incə müdaxilə ilə fərdin xüsusiyyətlərini, gözəlliyini nəzərə çarpdırmaqdır. Aytən xanım, bəs şəxsi təcrübənizdə heç olubmu ki, siz demisiniz ki, sizdə çox cüzi bir prosedura ehtiyac var. Bunu eləsək sizin üçün kifayətdir. Amma pasient deyir ki, yox, məhz mən özümü buna oxşatmaq istəyirəm. Bir şəxsə oxşatmaq istəyirəm və ya daha qabarıq prosedurlar etdirmək istəyirəm. Doğrusu mənim praktikamda belə halla rastlaşmamışam. Ola bilsin ki, hər pasient öz həkimini tapır. Hı -hı. Hər kəs özünə uyğun, öz dünya görüşünə, öz istəyinə, öz arzusuna uyğun bir həkimini axtarır, tapır. O həkimlə pasient arasında ilk öncə belə deyim, daha fərqli bir münasibət Hı yaranır. -hı. Əgər pasient həkimə inanırsa, pasient dünyada ən böyük neməti olan sağlamlığını bir şəxsə etibar edirsə, deməli ki, o onun dediyi təlimatlara, onun yazdığı müalicəyə, onu yönləndirdiyi yola da çox gözəl şəkildə riayət edəcək. Ona görə mən doğrusu belə hallarla rastlaşmamışam. Ola bilər gənclər arasında olur, bəzən böyük dodaqlar trendinə uymaq, amma adətən söhbətimizdən sonra onlar anlayırlar ki, onların problemi dodaq böyütmədə deyil, məsələn, üzün aşağı 1/3-nin qarmonizasiyasında, aksentləşməsindədir və mənə etibar etdiklərinə görə də mənim dediyim təlimata uyğun olaraq hərəkət edirlər. Həkimin əsas rolu pasientin istəyini tək yerinə yetirmək deyil, düzdür. Estetika akademik təbabətdən biraz fərqlidir. Akademik təbabətdə son söz hər zaman həkimindir. Məsələn, mən cərrah olsaydım, pasientim hər hansısa bir cərrahi patologiya ilə müraciət etsəydi, son söz pasientin olmayacaqdı. Mən cərrah olaraq biləcəm ki, bu problemin bunun həyati göstərişləri var və pasient bilir ki, həkimin ona təklif etdiyi cərrahi əməliyyat onun həyatı üçün vacibdir. Bu absolut göstərişdir. Estetikada isə son söz hər zaman pasientindir. Həkim təklif edə bilər, həkim təqdim edə bilər müalicə planını, amma hansı həkimi və hansı müalicəni seçmək təbii ki, pasientin seçimidir. Çünki pasient özünü güzgüdə baxdıqda qəbul etməlidir və bu sahənin bəlkə də ən mənfi cəhətlərindən biri də odur ki, həkimə qiymət pasientin güzgüyə baxdığında özünü qəbullanmaqda gedir. Doktor, kosmetoloji trendlərdən danışdıq. Biraz da mən danışmaq istəyirəm ki, hər bir ölkənin, hər bir xalqın öz üz genetikası var, öz üz quruluşu var. Bəs Azərbaycan xalqının üz genetikasına ən yaxşı təsir edən prosedur hansıdır? Bayaq söylədiyiniz kimi pasientlər sizə deyirlərmi nəsə oxşamaq? Pasientlər adətən gəlirlər Instagramda, hər hansısa bir başqa media platformalarında gördükləri şəkilləri göstərirlər və hər hansısa bir preparatın reklamını görürlər və o preparatı istəyirlər. Mən hər dəfə pasientlərə söyləyirəm ki, siz baxdıqda mütləq irqə, mütləq coğrafi yerləşməyə də fikir verməlisiniz. Çünki biz günəşli ölkənin əhalisiyik. Ona görə bizim dərimiz daha qalın, yanaq sümüklərimiz daha qabarıqdır. Bəzən pasientlər slavyan tipli pasientlərdə olan prosedurları və yaxud da üz quruluşuna uyğun olan preparatları istəyirlər. Onda söyləyirəm ki, bu sizin üçün uyğun olmayan bir müalicə növüdür. Çünki biri var slavyan tipli, kiçik qırışlı,
quru dərili pasiyent, biri də var ki, qalın dərili və bizdə daha çox yaşlanma deformasyon tiplə gedir. Daha Kiçik meyilli qırış tipi ilə deyil. Belə Hı. deyirik biz melkomarşinist, kiçik qırış tipli yaşlanma tipində Hı. deyilik biz. Sonra dərinin tipləri var. Bizdə daha çox ikinci, üçüncü tipdir. Ona görə buna uyğun müalicə seçilməlidir. Yəni trendə uyğun, hər hansısa bir məşhurun üzünə uyğun və yaxud da hər hansısa bir başqa kontinentdə yaşayan məşhurun üzünə uyğun biz müalicə apara bilmərik. Biz müalicəni sırf pasiyentə uyğun fərdi şəkildə aparmalıyıq. Məhz fərdi şəkildə qurulmuş müalicə gözəl nəticə verə bilər və müvəffəqiyyətlə başa çata bilər. Aytən xanım, biz danışdıq ki, hər kəs artıq kosmetoloji prosedurlar eləyir və hər kəs üçün əlçatandır. Amma eyni zamanda bununla bərabər bəzi insanlar psixoloji müdaxilələr etməyə başlayır, təzyiqlər göstərməyə başlayır bu insanlara ki, sən özünü yaxşı hiss eləmirsən deyə, sənin psixologiyan zəif olduğuna görə sən prosedurlar edirsən. Bu nə dərəcədə düzgündür? Təbii ki, burada fikirlər iki yönlüdür. Bəzi insanlar hesab edir ki, təbiətin verdiyi gözəlliyə xəyanət edirlər. Bu prosedurları etdikdə. Bu mənim anamdır. Adətən bu daha yaşlı nəsildə populyardır. Çünki onların qorxuları çoxdur. Amma müasir kosmetologiya, müasir estetik təbabət o qədər inkişaf etmişdir ki və o klassik tibblə artıq bir simbiozda olduğundan kosmetologiya artıq qorxulu bir sahə deyil. Çünki sahədə çalışanlar həkimlərdir. Sahədə çalışan həkim tək etdiyi sahəni bilmir. O ümumən insan orqanizmi haqqında məlumatı var və hər hansısa bir problemlə üzləşəndə təbii ki, o burada bir çıxış yolu tapacaq. Gənc həkimlərə də hər zaman söyləyirəm və bunu belə hesab edirəm ki, həkim olaraq hər hansısa bir proseduru etmək çox asandır. Əsas məsələ hər hansısa bir ağırlaşma ilə üzləşəndə bu ağırlaşmanı aradan qaldırmağı bacarmaq lazımdır. Bax elə əsl həkimlik onda bilinir. Yəni həkimlik də bir sənətdir. Əlbəttə. Kosmetologiya da əl vərdişidir. Əl vərdişi ilə nə isə edə bilərsən çox gözəl şəkildə. Amma bu insan orqanizmidir. Hər zaman səni hər bir an bir problem gözləyə bilər və bu problemlə əgər üzləşdikdə bir həkim o problemi aradan qaldıra bilmirsə, onda sual işarəsi yaranır. Doktor, bəs bu yan təsirlər nələrlə bağlıdır, nələrə görə ola bilər? Yan təsir hər bir müalicə növündə olma şansı vardır. Amma burada faktorlar var ki, hansı ki yan təsirlərin faizini azalda bilər. Təbii ki, həkimin yüksək peşəkarlığı. İkinci, pasiyentin təlimatlara uyğun olaraq riayət etməsi və istifadə etdiyimiz preparatların, dərman preparatlarının sertifikatlaşmış olması və orqanizmlə bio uyğun olması. Təbii ki, bunlar bu riskləri azaldır. Bəli, yenə gəldik günümüzün aktual mövzusu olan ölkəmizdə və dünyada tanınmayan, ucuz, keyfiyyətsiz istifadə olunan preparatlara. Əlbəttə, burdan pasiyentlərə də səsləmək lazımdır ki, yəni kosmetoloq bəlkə sizə məsləhət görə bilər bu proseduru və ya preparatı, amma siz özünüz də bunu araşdırmalısınız. Həmçinin kosmetoloqlara da məsləhətimiz odur ki, bir qədər qaçınsınlar bu preparatları istifadə etməkdən. Çox doğru söylədiniz, amma mən bir məqamla razılaşmıram ki, pasiyentlərin özlərinin araşdırması. Pasiyent təbii ki, araşdıra bilər. Bugün hər bir şərait var, hər bir şansı var pasiyentin. Amma məsələni başqa nöqtədən araşdırmaq lazımdır. Əgər pasiyent sağlığını bir həkimə etibar edirsə və həkimə gəlib sağlıqlı gəlibsə,
o məncə araşdırma ilə məşğul olmamalıdır. O özünü həkiminə etibar edirsə, həkiminin məsuliyyət zonasına daxildir bu bütün məsələlər və çox ağrılı bir nöqtəmizə toxundunuz. Belə preparatlar da elə bayaq söylədiyiniz kimi prosedurların əlçatan olmağına səbəb olur, istifadəçilərin çoxluğuna səbəb olur, amma təbii ki, araşdırmadan etdiklərində böyük fəsadlarla da uğraşa bilərlər. Doktor, tam prosedurlara da hər şeyi yükləməyək. Bəzən olur ki, pasient öz xəstəliyini gizlədir və bu zaman da əslində kosmetoloqlara çox böyük yük düşür. Çünki qarşındakı fərdin xəstəliyini bilmir. Bəlkə elə bir xəstəlikdir ki, o bu proseduru etdirə bilməz. Amma sizə bunu demədiyinə görə əks göstəriş ola bilər. Çox doğru söylədiniz, amma bir məqama toxunaq. Bizim bütün söhbətimiz boyu biz yüksək peşəkarlıqdan danışırıq. Və ondan danışırıq ki, artıq estetika akademik tibbin bir sahəsidir. O akademik tibblə yan-yana gedir və bir çox paralel, məsələn, həkim tibb sahələri var ki, həkim kosmetoloqlar onlarla paralel işləyirlər bir pasientin müalicəsində. Ən çox çalışdığımız həkimlər endokrinoloqlar, nutrisioloqlar, ortodontlar və ginekoloqlar. Daha çox pasientlərimizi yönəltdiyimiz və bəzən də psixoloqlar da ola bilir. Bunu doğru söylədiniz, amma biz yenə də söyləyirəm, biz bayaqdan yüksək peşəkarlıqdan danışırıq. Biz danışırıq ki, estetika həkimlik sahəsidir, tibbin sahəsidir, bir hissəsidir. Bəs həkimin də elə əsas rolu pasientdən anamnez toplamaqdır. Bu tibbin qızıl qanunlarından biridir. İlk öncə pasientlə söhbət etməlisən. Pasientin anamnezini toplamalısan. Status present deyilən bir anamnez morbi deyilən, anamnez vitae deyilən bir hissələri var bu anamnezin toplamasında. Bunları düzgün topladıqda sən artıq pasient haqqında bir məlumat, pasient haqqında bir portret yazırsan özün üçün. Ondan sonra nələrə ehtiyacı var, nələri tətbiq edə bilərəm və hansı müalicə növünü tətbiq edə bilərəm bu pasientə və hansı müalicə növündə gözəl nəticələr ala biləcəyimi təbii ki, həkim artıq anamnez toplayan anda biləcək. Bəli, məsələn, mənim də tiroidimdə problem var və ilk tanışlığımızda mütləqdir ki, vurğulayıram ki, kosmetoloq da ona görə artıq yəni biləcək işini və ona görə yanaşacaq. Mütləq həm həkimə kömək etmək lazımdır bu sahədə və tiroidi olan pasientlər həddən artıq çoxdur. Hər ikinci qadın demək olar ki, tiroid problemi var və mütləq həkiminizi bu haqqda məlumatlandırın və yaxud da həkiminiz özü anamnez topladıqda artıq biləcək bunu ki, kosmetoloji prosedurlarda bəzi hallar yarana bilər. Bu daha çox maddələr mübadiləsinin ləngiməsi ilə və ödəmə meylliliyinizlə bağlı olaraq, məsələn, bir pasientdə ödəm 1-2 günə keçə bilərsə, tiroidli pasientlərdə bu biraz uzun, ləng şəkildə ola bilər. Bu da artıq ağırlaşma kimi deyil, bu orqanizmin maddələr mübadiləsinin sürətinə uyğun olaraq şəkildə azalmasına nəzarət edəcək. Doktor, danışığınızdan görürəm ki, siz tez-tez vurğulayırsınız ki, müalicələr, kosmetoloji müalicələr. Amma məsələn, dodaq dolğusu bu kosmetoloji prosedurdur. Yəni bir müalicə kimi məncə getmir. Mən öyrənmək istəyirəm ki, niyə məhz vurğulayırsınız ki, müalicə metodları? Baxın, doğrudan da artıq o qədər adiləşib ki, bu prosedurlar. Biz bunlara müalicə kimi baxmırıq. Hətta bunlara yemək, nahar fasiləsi vaxtı edilən prosedurlar kimi baxırıq. Çünki pasient, bir çox qadınlar hamısı işləyir, sosial aktivdirlər və onlar məhz nahar fasiləsi vaxtı bu prosedurları edib gedirlər. Amma baxın, bir orqanizmə, bir insan orqanizminə müdaxilə ediriksə,
Və təsəvvür edin ki, dodaq nahiyəsində nə qədər damar var, Bəli. nə qədər sinir ucluqları var. Və əgər biz buna toxunuruqsa və estetikanın akademik tibbdən bir fərqi də var. Estetikada pasiyent sizə sağlam gəlir və siz onu sağlam şəkildə yola salmalısınız. Məsələn, əgər bir terapevtə, bir pulmonoloqa, bir allergoloqa, onkoloqa pasiyent müraciət edirsə, onlar hər hansısa bir problemlə müraciət edir. Amma estetikada pasiyent sağlam gəlir və siz onu sağlam yola salmalısınız. Deməli ki, hər bir müdaxiləni çox ölçüb biçməlisiniz ki, pasiyenti sağlam şəkildə yola salasınız. Ona görə mən hər bir müdaxiləni, hər bir proseduru müalicə növü kimi təsəvvür edirəm. Aytən xanım, çox düzgün vurğuladınız. Məsələn, mən bu yaxınlarda bir rəfiqəmin başına belə bir iş gəlib ki, botoks vurdurmaq üçün getdi və yəni günümüzdə artıq demək olar ki, çox insanın müraciət etdiyi bir prosedurdur. Sadəcə səhv yerə müdaxilə olunduğu üçün, sinirə dəydiyi üçün həmin xanımın yəni gülərkən artıq ağzı əyilir və bilmirik hal-hazırda ki, buna necə müalicə olunsun. Yəqin ki, əgər ağız nahiyəsindədirsə, bu üzün aşağı 1/3-nə tətbiq olunan botulina terapiya olunub. Üzün aşağı 1/3 nahiyəsi çətin sahələrdən biri sayılır. Daha çox alın, göz ətrafı edirlər və bu biraz təcrübə tələb edir. Burada deməzdim ki, sinir ucuna toxunulub, sadəcə difuziya olur vurulan nöqtədən və alt dodağı aşağı salan depressor bir əzələ var. O əzələyə difuziya etdiyi üçün preparat bu problemlə üzləşib. Bu problemdən azad olmaq mümkündür. Yəni 2-3 ay sonra təbii ki, azad olacaq, amma yenə də bu sahədə də görürsünüz, bayaq söylədiyimiz kimi peşəkarlıq və praktika çox böyük rol oynayır. Aytən xanım, trendlərdən danışmışkən, demək olar ki, hər gün yeni prosedurlar, yeni preparatlar, texnologiyalar çıxır və bunun nəticəsində insanlar preparatları tanımırlar, amma həmin bu texnologiyanın adlarını bilirlər. Məsələn, Russian Lips, Cherry Lips, Angelina Jolie'nin Revline və bunun kimi bir neçə proseduru saya bilərik və mən inanıram ki, bu gün biri çıxıb desək ki, Aygün Kazımovanın yanağı prosedurunu edirik, çox insan qaçaraq kosmetoloqlara müraciət edəcəklər ki, bizə də bunu edin. Mənə çox maraqlıdır, ümumiyyətlə bu adlar hardan çıxır, necə yaranır? Çox düzgün qeyd etdiniz. Sizin bayaqdan sadaladığınız bütün adların heç biri nə müalicə növüdür, nə preparat adıdır, nə də ki, müdaxilə adıdır. Bunlar hamısı marketinq adlarıdır. Yəni siz bayaq söylədiyiniz həmin o Russian Lips, Cherry Lips dediyiniz, sonra Bella Hadid yanaqları deyirlər, Jawline'dır. Yəni bunlar hamısı marketinq adlarıdır. Bunların öz tibbi adları var. Dodaq dolğusu, çənə nahiyəsinin çatmayan həcminin bərpası, yanaqların qaldırılması və yaxud da yanaqların çatmayan həcminin bərpası. Amma nə edək ki, bugünkü günümüzdə bu cəlb edici olduğundan bir çox insanlar bu adlar vasitəsilə marketinq belə deyək edib və işlərini irəli sürürlər. Biraz gülməlidir təbii ki. Həkim üçün bu çox gülməli adlardır. Çünki belə müalicə növü heç bir kitabda, heç bir saytda, heç bir elmdə yoxdur. Bunlar hamısı marketinq olduğundan, insanları da daha çox yadında qaldığından, belə deyək, bizim danışıq dilimizdə sözlər var, hansılar ki, alaq sözlər, hansılar ki, hər zaman dilimizə daxil olur və onu korlayırlar. Bu sözlər də insanlar onları tez yadında saxladığından çox tez sahəyə yayılır və təbii ki, sən də məcbur olursan sənə bu
müraciətlə yanaşanda, müraciət edəndə təbii ki, sən də pasiyenti anladırsan ki, yəni bu bir texnika deyil, bu bir texnika növü deyil, bu bir müalicə növü deyil, bu sadəcə marketinq adıdır. Və bunların yayılması təbii ki, yenə də senzurası olmayan tibbi informasiyanın yayılması